Salam şagirdlər, mən Allahverdiyeва Nərmin müəllimə. Bu videoda mən sizin üçün yeni 8-ci sinif dərsliyinə növbəti mövzunun qanın tərkibi və funksiyaları mövzusunun izahını paylaşacağam. Deməli, başlayaq. Biz bilirik ki, insan orqanizminin daxili maye mühiti sabitdir. Yəni dəyişmədən qalmalıdır ki, yəni əgər bu sağlam bir insandırsa, daxili maye mühiti sabit olaraq qalmalıdır. Yəni bizim qanımızın tərkibi və hüceyrələri falan normal vəziyyətdə qalmalıdır. Və deməli, daxili maye mühitimizi təşkil edən qan, limfa və toxuma mayesidir ki, bunlar orqanizmin daxili maye mühitini təşkil edir. Qan bilirik ki, birləşdirici toxumanın bir növüdür və toxumalar da hüceyrələrdən və hüceyrəsi maddələrdən təşkil olunub. Qanın da hüceyrələri eritrosit, leykosit, trombositlərdir və hüceyrəsi maddəsi isə plazma təşkil edir. Və bədənimizin 7-8%-ni qan təşkil edir. Yəni tutaq ki, hamıda eyni qədər qan olmur da. Çəkiyə görə 70 kiloqram çəkisi olan insanda 7-8%, məsələn 50 kiloqram çəkiyə malik olan insanda 7-8% bu şəkildə normalda bu qədər olmalıdır. Və orqanizmimizdə qanın bir sıra funksiyaları var. Qanın əsas funksiyaları hansılardır? Qanın əsas funksiyaları odur ki, qan hüceyrələrə və hüceyrəsi maddələrə, yəni daha dəqiq desək, toxuma və orqanlara qida maddələrini və suyu aparır. Eyni zamanda oksigeni də aparır və onlardan zərərli maddələri və karbon qazını alır. Zərərli maddələri və karbon qazını alır və bunu da müvafiq orqanlara təmizlənməsi üçün çatdırır. Yəni karbon qazını ağciyərə çatdırır ki, ağciyər onu oksigenlə əvəz eləsin və yəni qanın tərkibində aparır da ağciyərə. Qanla bir yerdə gedir ağciyərə, ağciyərdə ağciyər karbon qazını alır, oksigeni verir və qanda aparır, onun digər orqanları çatdırır. Eyni zamanda ifraz etmə məhsullarını da böyrəyə aparır, çatdırır. Və deyirik ki, kimdə ki qan damar sistemi var, onlarda qida maddələrinin daşınmasını qan təmin edir. Eyni zamanda oksigenin daşınmasını da qan təmin edir. Amma həşəratlar var ki, həşəratlarda deməli qan sadəcə qida maddələrini və zərərli maddələri, ifraz etmə məhsullarını daşıyır. Yəni qida maddələrini verir, ifraz etmə məhsullarını alır. Yəni bir dənə həşəratlarda qan qazlar mübadiləsində iştirak etmir deyirik. Eyni zamanda qanın tərkibində bir sıra hüceyrələr vardır ki, onlar zərərli maddələri zərərsizləşdirmə funksiyalarını yerinə yetirir. Bunlar haqqında da danışacağıq. Eyni zamanda qan hormonların daşınmasında da iştirak edir. Yəni bizim müvafiq orqanlarımızda, müvafiq hissələrdə hormonlar ifraz olunur ki, o hormonlar bizim orqanizmimizin işini təmin edir. Məsələn, biri qan təzyiqini yüksəldən hormondur, qana ifraz olunur, qan təzyiqi yüksəlir. Biri məsələn qana ifraz olur, qan damarları daraldır. Qan damarları daralanda da təzyiq yüksəlir, qan daha sürətlə hərəkət eləməyə başlayır. Və yaxud da ki, biri qanda qlukoza miqdarını azaldır, biri artırır. Yəni orqanizmin işini təmin edir. Əgər qanda qlukoza miqdarı artırılmalıdırsa, artıran hormon ifraz olunur. Azaltmalıdırsa, azalan qanın tərkibində qlukoza miqdarını azaldan hormon ifraz olunur. Yəni orqanizmi təmin etmə funksiyasını yerinə yetirir. Bunu da məsələn hansısa bir vəzi, bunu indi gələcək dərslərinizə keçəcəksiniz, 9-cu sinifdə keçəcəksiniz və hansısa bir vəzi hormon ifraz edir. Bu hormonu aparıb hansısa bir orqana vermir. Onu daşıyan məsələ qandır. Sonra orqanizm istilik tənzimində də iştirak edir. Əgər bədənimizdə qan azsa, yəqin ki, fikir vermisiniz, qanı az olan insanların əlləri falan soyuq olur da. Yəni deyir ki, sənin qanın azdır. İstilik tənzimini təmin etmə funksiyasını yerinə yetirir. Qanın tərkibi plazma və qan hüceyrələrindən ibarətdir. Plazma üzvü və qeyri-üzvü maddələrlə zəngindir və onun əsas hissəsini su təşkil edir ki, 90%-ni su təşkil edir və qanın tərkibinin 55%-ni plazma təşkil edir, 45%-ni qan hüceyrələri təşkil edir. Plazmanın 90%-ni isə su təşkil edir, yerdə qalan hissəsində üzvü və qeyri-üzvü maddələr təşkil edir. Keçirik qan hüceyrələrinə.
Qan hüceyrələrinə eritrosit, leykosit, trombositlər dedik. Qan hüceyrələrindən eritrositlərdən danışacağıq. Deməli, eritrositlər, baxın, şu ortası basıq disk şəklində olan hüceyrələrdir. Onlar deməli yetkin halda olanda nüvəsi olmur, amma yeni əmələ gələn zaman nüvəsi olur. Eritrositlər qırmızı sümükçülüyündə yaranır və yetkin hala çevrildiyi zaman nüvələrini itirir. Nüvələri itirməkdə, yəni ki, onlar yəni səthinin sayəsi böyüsün, səthin sayəsində onlar daha çox hemoqlobin birləşdirə bilsinlər deyə və hemoqlobin də özünə birləşdirirlər və bu hemoqlobin də oksigeni və karbon qazının daşıma funksiyasını yerinə yetirir. Və eritrositlər bölünməyən qan hüceyrələrdir, çünki nüvəsi yoxdur. Və ömürləri 120 gündür və biz deyirik ki, əsasən prokaryotlarda, yəni bakteriyalarda, siyanobakteriyalarda o eritrosit deməli nüvə olmur, amma eukaryotlarda da, yəni görürsüz ki, eukaryotlar hansılara aiddir? Göbələklər, heyvanlar və bitkilər. Görürsüz ki, heyvanlar aləmi nümayəndələrində, eritrositlərində məsələn nüvə yoxdur. Deməli nüvəsi olmayan hüceyrə eukaryot orqanizmdə də müşahidə oluna bilər, prokaryot orqanizmdə də müşahidə oluna bilər. Bu da belə. Sonra keçirik leykositlərə. Bir də eritrositlərin ömrü 120 gündür və dalıqda və qaraciyərdə parçalanır. Ömrü bitəndən sonra dalıqda və qaraciyərdə parçalanır deyirik. Burada qeyd hissəyə mütləq fikir verin. Bir eritrositdə təqribən 250 milyon hemoqlobin molekulu olur. Yəni təsəvvür edin, kiçik bir bu eritrositdə nə qədər 250 milyon hemoqlobin, demək hemoqlobin daha kiçik bir molekuldur və hemoqlobin molekulu olur və hər hemoqlobin özünə 4 oksigen birləşdirir. Yəni bir eritrosit görürsünüz nə qədər oksigen birləşdirmiş oldu. 250 milyon hemoqlobinə hərəsində 4 dənə. Sonra keçirik leykositlərə. Leykositlər də orqanizmdə çox əhəmiyyətli funksiya yerinə yetirir və leykositlərin deməli bir neçə növü var və bunlar nüvəlidirlər, rəngsizdirlər. Eritrosit nüvəsiz və rənglidir. Leykositlər nüvəlidir və rəngsizdir və yalançı ayaqlar əmələ getmək qabiliyyətinə malikdir və hüceyrəni tərk etmə funksiyasını, hüceyrəni tərk etmək qabiliyyətinə də malikdir. Nə zaman hüceyrəni tərk edir? Deməli, leykositlər qoruyucu funksiya yerinə yetirir. Məsələn, tutaq ki, bizim barmağımız qanıyıb və yaxud da hansısa bir orqanımız qanıyıb, ora mikrob düşür də, ətraf mühitdə mikrob düşür. Mikrobu, yəni bakteriyalar düşür də, o mikrobları zərərsizləşdirmək üçün leykositlər fəaliyyətə başlayır və demək hüceyrədən çıxırlar və belə deyək, gəlirlər həmin hissəyə gəldikləri zaman isə orada zərərli maddələri zərərsizləşdirirlər. Və görürsünüz ki, yəqin ki, analarınız hər zaman bir yeriniz qanayanda deyir ki, oraya yod vurmaq lazımdır, yaxud da spirt vurmaq lazımdır. Niyə deyir onu? Çünki əgər biz oraya spirt vursaq, yod vursaq, orada bakteriyalar öləcək və leykositlər də oraya gəlmək məcburiyyətində qalmayacaqlar. Amma biz oraya yod vurmasaq və yaxud da spirt vurub onu dezinfeksiya eləməsək, bu zaman leykositlər ora axın edəcəklər, zərərli maddələri zərərsizləşdirəcəklər, zərərsizləşdirdiyi zaman özləri də məhv olacaqlar və özləri də məhv olub orada iltihab kimi, iltihab yığını kimi orada qalacaqlar. Yəni biz istəmirik ki, əlimizdə iltihab olsun və ya da hansı bir orqanımızda iltihab olsun istəmiriksə, demək ki, həmin hissəni mütləq spirtlə, yodla dezinfeksiya eləməliyik. Və yalançı ayaqları əmələ gətirməyi əslində bunun üçündür ki, yalançı ayaqlar və şəkildə də görsənir ki, yalançı ayaqlar əmələ gətirmək onun üçündür ki, bax, burada məsələn, yalançı ayağı əmələ gətirib bakteriyanı udur. Və bu prosesdə fagositoz adlanır. Fagos udmaq deməkdir, sitoz deməli hüceyrə deməkdir. Görürsünüz, burada uddu və onu artıq məhv eləyir. Və leykositlər deyirik ki, qırmızı sümükçülüyündə və limfa düyünlərində yaranır. Limfa düyünlərində də zərərli maddələr zərərsizləşdirildiyi üçün orada da leykositlər olur. Və bax, leykositlərin ömrü bir neçə saatdan bir neçə ilə qədər dəyişə bilir. Tutaq ki, hansısa iki insandır. Birinin orqanizmində leykositlər tez-tez dəyişir, birinin orqanizmində leykositlərin ömrü uzundur. Əgər
Kimdə ki, leykozitlərin ömrü qısadır, demək ki, orada iltihablaşma prosesi var. Demək ki, orada mikroblar var. Mikroblar var deyə leykozitlər əmələ gəlir, fəaliyyətdə olur, mikrobları belə deyək, zərərsizləşdirməyə çalışır və məhv olur, sonra yenisi əmələ gəlir. Kimdə ki, leykozitlərin ömrü uzundur, demək ki, o sağlamdır. Onda iltihab yoxdur, mikrob yoxdur onun orqanizmində. Bu da belə, başqa da bir şey yoxdur. Bir də limfositlərin bəzi növləri, deməli leykozitlər bunların limfosit hüceyrələri hazırlayaraq yerinə yetirirlər və bunlarda anticismlər adlanır. Yəni bakteriyaya, virusa belə deyək də hücum çəkir də, mikroorqanizmlərə hücum çəkir, onları məhv eləmək üçün funksiyasını yerinə yetirir. Anticismlər qanda və limfada olur və leykozitlərin iştirakı ilə yaranır. Bu da deməli leykozitlər. Deməli leykozitlərin funksiyası nədən ibarət oldu? Müdafiə funksiyasını yerinə yetirdi. Sonra keçirik digər qan hüceyrələri olan trombositlər. Trombositlər də rəngsizdir və nüvələri olmur. Deməli, eritrositlər rəngli olduğu nüvələri olmadı. Leykozitlər nüvəli olduğu rəngsiz oldu. Trombositlər rəngsiz və nüvəsiz oldu. Və onlar qırmızı sümükçülüyündə yaranır. Yaşama müddəti 7-10 gündür və trombositlər qaraciyər və dalaqda parçalanırlar. Yəni, parçalanma hissəsi o qaraciyər və dalaqda baş verir. Trombositlərin də müdafiə funksiyası var. Trombositlər qanın laxtalanmasını təmin edirlər və qanın laxtalanmasını təmin etmək üçün orqanizmdə başqa maddələr də olmalıdır. Məsələn, plazmada kalsium duzları, kalium, K vitamini və xüsusi zülallar olur ki, bunlar qanın laxtalanmasını təmin edir. Baxın, burada qanın laxtalanma prosesi təsvir olunmuşdur. Birinci onu deyək ki, bizim hər hansı bir orqanımız zədələndiyi zaman orada artıq zədə almış hissədə trombositlər o hissəyə yaxınlaşmağa başlayır. Görürsünüz, trombositlər və bunlar trombositlər də həmin hissəyə yaxınlaşmağa başlayır. Burada artıq yaxınlaşırlar və həmin hissədə orada tromb əmələ gətirilir. Bu necə yerinə yetirilir? Trombositlər normalda bizim qanımızda fibrinogen zülalı var ki, fibrinogen zülalı suda həll olan bir zülalıdır. Ona görə də qanımızın tərkibində həll olmuş bir vəziyyətdə olur və normalda bizim qanımız laxtalanmır. Amma əgər sağlam insanıqsa, təbii ki, bizim qanımız normal vaxtda laxtalanmır və əgər zədələnmə varsa, trombositlər suda həll olan fibrinogen zülalını suda həll olmayan fibrin zülalı liflərinə çevirir və fibrin zülalı liflər də gəlir burada yığılıb qalır və tor kimi oranı əhatə edir və qanı laxtalandırır ki, bu da orqanizmin qan itirməsinin qarşısını alır. Amma bəzən və bu fibrinogen zülalı da limfada da olur. Orada da qanın laxtalanması təmin olunur. Amma qana nisbətən, yəni laxtalanma təmin olur. Limfa laxtalanması təmin olunur. Amma qana nisbətən limfada laxtalanma prosesi zəif gedir. Və eyni zamanda deyirik ki, bir xəstəlik var ki, hemofiliya xəstəliyi. Hemofiliya xəstəliyi qanın normal laxtalanmamasıdır. Çünki hemofiliya xəstəliyi olan insanlarda qanın laxtalanmasına kömək edən bəzi maddələr var ki, onlar olmur. Ona görə də qanın laxtalanması prosesi zəif olduğuna görə və bu insanlar yüngül zədələnmədən belə qan itirməkdən ölə bilər. Məsələn, bizim tutaq ki, yıxıldıq yerə ayağımız qanadı. Bu zaman biz bir neçə dəqiqədən sonra 3-5 dəqiqəyə və yaxud da bəzi kitabda 5-8 dəqiqə yazır və s. Bu qanımız laxtalanır və qanımız laxtalandığı zaman bizim qan itirməkdən qorunuruq. Amma hemofiliya xəstəliyi olan insanlarda qan laxtalanmır və yaxud da çox gec laxtalanır deyə artıq bu insan qan itirməkdən dünyasını dəyişə bilər. Bu da belə. Və burada da deyir ki, qana daim bir çox maddələrin daxil olmasına baxmayaraq plazmanın tərkibi və demək olar ki, dəyişmir. Sizcə nə üçün? Çünki ora müxtəlif maddələr daxil olsa da, o maddələr həm də istifadə olunur. Ona görə də qanın tərkibi dəyişmir. İndi bu öyrəndiklərinizə tətbiq edən hissəsinə baxaq.
Yəqin ki, hər biriniz qan analizi vermisiniz. Qan analizi zamanı sizdə belə bir sxem göstərilir. Məsələn, kişilərdə deyir ki, eritrositlər 4,5-6 milyon olmalıdır. Əgər və qadınlarda 3,8, 5 milyon olmalıdır. Əgər sizin qanınızda, yəni sizin qan analizinin nəticəsi, tutaq ki, kişi cinsinə məxsus biridirsə 4,5-6 milyon olmalıdır. Əgər qan analizi 4,5-dən 6 milyon aralığında bir rəqəmdirsə, deməli eritrositlər normaldır. Amma 4,5-dən aşağı bir rəqəmdirsə, məsələn 4-dürsə, 3,5-dirsə, 3-də və s. demək ki, qan analizində göstərir ki, eritrositlər azdır. Və yaxud da ki, leykositlər. Əgər 4-12 aralığındadırsa, demək ki, normaldır. 12-dən azdırsa, belə 4-dən azdırsa, bu da belə deyək ki, qeyri-normal haldır və 12-dən çoxdursa, deməli yenə də deməli orqanizmdə iltihablaşma var ki, ona görə mikrob düşüb də hansısa bir hissi, ona görə də burada çoxlu leykositlər əmələ gəlir deməkdir. Trombositlər də onun kimi. Yəni, əgər 150-dən 400 arasındadırsa, deməli burada qan laxtalaması normal gedir. 150-dən aşağıdırsa qeyri-normal haldır. 400-dən çoxdursa, deməli yenə də qanın belə deyək də laxtalaması sürətli gedir. Bu da normal hal deyil. Yəni ki, məsələn, normalda bizim qanımız zədələndiyi, damar zədələndiyi zaman baş verməlidir laxtalanma. Amma bəzi insanlar var ki, onlarda damarda qan hərəkət etdiyi zaman da laxtalanma olur. Qan laxtalanmasın deyə müxtəlif dərman preparatlarından istifadə edilir ki, qan orada tez laxtalanmasın ki, laxtalansa tromb əmələ gətirə bilər. Tutaq ki, bu damardır, qan burada hərəkət edir. Əgər laxtalansa, gəl burada bir dənə tromb əmələ gətirəcək. Aydınmı? Bu da belə. Sonra öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Qan insan orqanizmində hansı funksiyaları yerinə yetirir? Dedik ki, istilik tənzimində iştirak edir, hormonların daşınmasına iştirak edir, qida maddələrini və oksigeni deməli toxuma və orqanlara verir və toxuma mayeəsi də orada hüceyrələrə çatdıracaq. Belə ifrazat məhsullarını və karbon qazını dolularda orqanlardan alıb deməli karbon qazı ilə zəngin qanı ağciyərlərə, oksigen deməli zərərli maddələrlə zəngin qan isə böbrəklərdə təmizlənir. Qan deməli insanın qan plazmasının əsas hissəsini təşkil edir. Bayaq da dedik ki, qan plazmasının 90%-ni deməli su təşkil edir. Güclü qanaxmalar zamanı insanın vena damarına nə üçün kalsium xlorid məhlulu vururlar? Kalsium xlorid məhlulu vururlar ki, o kalsium duzu qanı laxtalandırsın ki, qan axma olmasın. 4-cü sual. Düzgün fikirlər seçin. İnsanın qanında qazların daşınmasına iştirak edən formalı elementlər. Qazların daşınmasına iştirak edən formalı elementlər, deməli, eritrositlərdir. Yetkin halda nüvəsi olmayan qan hüceyrələri yeni eritrositlərdir. Deməli, dalaq və ağciyərdə parçalanır. Burada demək istəyir ki, insanın qanında qazların daşınmasına iştirak edən formalı elementlərə aid xüsusiyyətləri seç. Yəni, bu eritrositlərdir. Yetkin halda nüvəsi olmayan qan hüceyrələridir. Bu doğrudur. Dalaqda və ağciyərdə parçalanır. Xeyr, dalaq və qaraciyərdə parçalanır. Aktiv hərəkət etmək qabiliyyətinə malikdir. Bu leykositlərə aiddir. Qırmızı sümükçülüyündə əmələ gəlir. Düzdür, qan laxtalanması zamanı parçalanır. Xeyr, bu eritrositlərə aid deyil. Bu da belə. İzah bu qədər şagirdlər. Hər birinizi uğurlar. Az bir müddətdən sonra 8-ci sinif dərsliyinə aid yeni bir test vəsaiti ilə qarşınızda olacaq. Ümid edirəm ki, sizin üçün yararlı bir test vəsaiti olar. Sağ olun.